Nəyə uyğun almışıq, bilmirəm. Həkim müalicə edibdir, amma nəyi müalicə edibdir, başa düşmürlər. Yəni, həqiqətən diaqnozu Yəni, əsas müalicə almaq deyil, əsas doğru müalicə almaqdır. Doğru almaq və diaqnozu təsdiqləmək lazımdır ki, həqiqətən mən nəyə görə müalicə alıram? Müalicəmin səbəbi nədir? Nə xəstəliyi var məndə ki, mən ona görə müalicə alıram. Məsələn, gepatiti olan xanım hər halda bilir ki, virus infeksiyası var, hər hansı bir gepatit infeksiyası və mən buna görə müalicəyə gedirəm. Amma əfsər olsun ki, ginekoloji xəstəliklərdə çox zaman bu bilinmir. Çox zaman xanımlar bilinir, həkim bu diaqnozu qoysa da xanımlar bilmirlər nəyi müalicə etdiklərini və nəyə görə müalicə etdiklərini. Və xanımın söylədiyi bu endometrioz ocaqlarının olması, bu çox nadir halda ultrasəs müayinəsindən aşkar olunan bir vəziyyətdir. Nadir halda. Bəs nə ilə laparoskopiya. Əsasən laparoskopik, diaqnostik laparoskopiya ilə hər hansı bir əməliyyat fonunda, əgər hər hansı bir narahatçılıq varsa, məsəl üçün yumurtalığın polikistozu əməliyyatına giririksə və endometrioz ocaqlarını görə bilərik, laparoskopik yolla onu götürə bilərik. Yəni, laparoskopik əməliyyatlarda daha çox bilinən bir haldır. Ultrasəs müayinəsində çox nadir hallarda olur və hamilə qalmamağa gətirib çıxarda bilər bu endometrioz həqiqətən də. O ki, qaldı uşaqlıq boynunun eroziyası, bəli, uşaqlıq boynunun eroziyası da özü. Demək, hər hansı bir iltihab, hər hansı bir infeksiya var ki, eroziya nədir? Eroziya yara deməkdir. Uşaqlıq boynunun ağzında demək, yara əmələ gəlir. Və ola bilər dərəcəsindən asılı olaraq bu da hamiləliyin baş verməməsinə gətirib çıxarda bilər. Eroziyanı yaradan səbəblər özü hamiləliyin baş verməməsinə gətirib çıxarda bilər. Demək, ətraflı müayinə olunmalı və mütləq müalicə almalı. Müalicədən sonra artıq hamilə qalmaq həm də xanım özü də qeyd elədi ki, onun belə deyək, bir uşağı xəstə olub, sonra digər hamiləliklər pozulub. Demək ki, ciddi şəkildə patologiya var xanımın orqanizmasında. Yəni, sırf eroziya ola bilər, eroziya uşaqlı hamiləliyi pozmağa gətirib çıxartmaya da bilər. Çıxarda da bilər, əlbəttə, uşaqlıq boynunun patologiyaları ola bilər, hamiləliyi pozulmasına gətirir. Amma eroziyanı yaradan infeksiyadır, iltihabdır, irindir. İnfeksiya, əgər uşaqlıq yolunda infeksiya varsa, irinli bir vəziyyət varsa, əlbəttə, uşaqlıq boynunun selikli qışasını yerə yarada əmələ gətirəcək. Və bu infeksiya özü də məhz dölə mənfi təsirini göstərəcək. Aydındır. Ona görə ətraflı müayinə və müalicə olunmaq lazımdır. Bizim tamaşaçımız var. Biz birazdan alo deyəcəyik. Çünki bir anonsu çatdırmaq istəyirəm tamaşaçılarımızın nəzərinə. Hörmətli tamaşaçılarımız, estetik plastik cərrah doktor Nebil Bozdoğan Vital Klinikada bütün növ plastik estetik əməliyyatları icra edəcək. Müraciət edə bilərsiniz və alo. Alo, buyurun. Alo. Buyurun, eşidirik sizi. Mənim həkimə sualım var idi. Mən bir həftədə ana olmuşam, suyunu doğuşuyla. Uşağımı amma 4 gün olar ki, itirmişəm. Bu uşaqda 5 ayından məndə 2 həftə geriləmə deyirdilər. 6 ayında yenə 2 həftə geriləmə dedilər. 7-ci ayında getdim, 4 həftə geriləmə dedilər. Suyum da getmişdi. Ondan sonra mən suyunu doğuş elədilər. Uşaq 900 qram doğuldu. Amma 2 gün yaşadı, 2 gün yaşayandan sonra uşaq tələf oldu. Bu 2 həftə geriləmənin səbəblərini mən bilmək istəyirdim. Hər ay, yəni həkim məsləhətində olmuşam, özüdə olmuşam, bütün analizlərimdə heç bir problem çıxmayıb. Amma indi səbəbin nə olduğu məni çox narahat edir. Yaxşı, bəs bu 5 ayında ki, sizə dedilər artıq 2 həftə geriləməsiz, burada bir müayinələrdən keçmək, həkimin hər hansı bir məsləhətini almaq olmadı mı? Nəsə demədilər mi sizə həkimə? Həkimin özü yanımda olurdu, özü. Alo. Özü məsləhətində həkimin özü mənim yanımda olurdu. Yəni, vaxtında tədbir görüldü mü bu 2 həftə geriləməndə? Yox, o 2 həftə geriləməyə tədbir görülmədi. Aydındır. Elə bax, Səltənət xanım, xanım ətraflı dedi. Əgər deyir ki, geriləmə var, nəsə bir tədbir görmək lazımdır mı? Mütləq vaxtında tədbir Nələr görülməlidir. etmək lazım idi? Ümumiyyətlə, bu geriləmənin səbəbini aşkar etmək lazımdır. Bəzən olur ki, xanımlarda böyrək patologiyası, nefropatiya falan söyləyirik ki, arterial təzyiq qalxır, sididə cülalın olması olur. Bu, bətin daxilində körpənin inkişafdan qalmasına gətirib çıxarda bilər. Körpənin həm çəkidə inkişafdan geri qalmasına, həm ümumiyyətlə quruluşunda inkişafdan qalmasına. Birinci səbəb budur. Digər bir səbəb, bayaq söylədiyim kimi, oksigen aclığıdır, kifayət qədər qidalanması olmamağıdır köpək. Yəni, birinci növbədə səbəb araşdırılmalıdır. Hansı səbəbdəndirsə, mütləq onun vaxtında qarşısı alınmalıdır. Bəzən olur 32 həftəsində, 33 həftəsində müraciət edən xanımlar da olubdur ki, çəki artıq uşaqda çox geri qalır. Əgər mümkündürsə, əlbəttə ki, bu vəziyyətdə bətin daxilində müəyyən bir kömək etmək, əlbəttə bətin daxilində müəyyən bir həftəyə çatdırırıq. Əgər görürüksə, döl tələf olmayacaqsa və bətin daxilində daha yaxşı inkişaf edəcəksə, nəinki körpəni çıxartmaq və
hər hansı bir aparatla süni tənəffüs aparatına qoşmaq və yaxud da ki, müəyyən tədbirlər görmək mümkündürsə, əlbəttə vaxtında tədbir görülməlidir və müəyyən bir həftəyə çatdırılaraq o hamiləlik vaxtında da xarici mühitə çıxmaq üçün, yəni doğulması üçün, ağciyərlərin hazırlıqlı olması üçün müəyyən müalicələr aparılmalıdır və sonda doğuşla nəticələnməlidir. Artıq 5 ayında 2 həftəlik geriləməni gördükdən sonra əlbəttə vaxtında tədbir aparılmalıdır. Bu ola bilər müəyyən bir infeksiyalardan, müəyyən bir viruslardan, qanda olan sistemikalavirus, toksoplazma, herpes, klamidia, ola bilər cinsi infeksiyalardan, yenə söyləyirəm, ola bilər bətin daxilində, bəli, əlbəttə bətin daxilində olan hər hansı, bəlkə qrip virusu keçirmişsiniz, virusun təsirindən ola bilər böyrək patologiyalarına, yəni orqanizmdə ümumiyyətlə, mütləq, orqanizmdə, qadının orqanizmində hər hansı bir orqanda fərq etmir, hər hansı bir iltihab, narahatçılıq, hətta dişlərdə belə hər hansı bir iltihab varsa, bu mütləq öz təsirini hamileliyə göstərə bilər. Bəzən göstərmir, xoşbəxtçilik olur, hamiləliyi tam normal vəziyyətdə qurtarır və heç bir narahat, amma bəzən də elə bir fəsad törədə bilər ki, bax xanımda elə söylədiyi kimi artıq süni doğuşla nəticələnsin. Ona görə doğrudan da hamilə xanımlar 9 ay boyunca nəzarətdə olmalıdırlar. Amma xanım dedi ki, nəzarətdə olmuşam, artıq burada həkim, yəni həkimdən də çox şey asılıdır doğrudan. Bəlkə diqqətsizlik olub, bəlkə xanımın özündə biraz diqqətsizlik olubdur deyə indi artıq söyləyə bilmərəm. Yenə də xanıma məsləhətim bir odur ki, mütləq hamiləliyi, yeni hamiləlik olmamışdan öncə mütləq müayinə olunmalı ətraflı, həm özü, həm yoldaşı. Əgər hər hansı bir faktor varsa, hər hansı bir narahatçılıq varsa, aradan götürülsün, ondan sonra artıq hamilə qalsın və hamilə qaldıqdan sonra mütləq nəzarət. Həkim doğrudan nəzarəti nə yaxşı ki, vacib şərtdir. Səltənət xanım varsınız, gəlirsiniz, bizim xanımlarımızı maarifləndirirsiniz, əziz xanımlarımız. Doğrudan sizin həm hamiləlik haqqında, həm ümumiyyətlə ginekoloji problemlər haqqında bilməyiniz çox şeylər var və baxın, izləyin bizi, Səltənət xanımdan çox şeyləri öyrənə bilərsiniz. Və daha bir tamaşaçımıza alo deyirik. Alo. Buyurun, eşidirik. Salamlayıram sizi. Biz də sizi salamlayırıq. Təbriklərim. Təşəkkür edirik sizinlə Bahəm. Buyurun. Mən 2013-də hamilə qalmışdım. Sonra həkimə getdim. Həkim dedi ki, yəni uşağı gəlmək gəldi. Sonra xəstələndim. Dedilər ki, akciğerindən xəstələnmişsən. Gittim müalicə götürdüm Müalicə götürdüm orada. İndi bilmək istəyirəm ki, yəni ki, bir il müalicə götürmüşəm akciğerimdən. Yəni indi bilmək istəyirəm ki, yəni mən ana ola bilərəmmi? Bir də yəni bu nədən göyərə bilər məndən? Mən üzr istəyirəm. 2013-də hamilə qaldınız və döl tələf oldu. Döl tələf oldu mu? Hə, 2013-də 2 aylıq hamilə qaldım. Deyirlər ki, uşaq göyəlir. Yəni ki, uşağı götürməlidir. Aha. Yəni, sonra soyuqlanmışdım, öskürürdüm. Sonra gittim xəstəxanaya, dedilər ki, akciğerindən, yəni ki, uşaq ondan olub dedilər. Hə, aydındır. Yəni, ondan götürdüm, müalicə götürmüşəm akciğerimdən. İndi bilmək istəyirəm ki, yəni, ana ola bilərəmmi mən? Yəni, bir il müalicə götürmüşüm. Aydındır. Təşəkkür edirik. Əslində buna bir oxşar, yəni sual bir dəfə də tamaşaçımızdan gəlmişdi. Doğrudan ağciyərdə olan problem həm hamiləliyə mənfi təsir göstərirmi? Mənfi təsirini göstərə bilər. Çünki indi mən xanımda bilmirəm tam dəqiq. Çox güman ki, vərəm çöplərinə əlaqədar olan bir narahatçılıqdır. Və əgər belə bir narahatçılıq varsa, olubsa, keçirilmiş hər hansı bir narahatçılıq varsa, mütləq hamiləlik həkim nəzarəti altında. Həm ağciyər, yəni həkimin müalicəsinin altında olmalıdır, həm də həkim ginekoloqun mütləq nəzarət altında olmalıdır, ay və əgər hamilə qalmaq istəyirsə xanım, mütləq həkiminin icazəsi olmalıdır ki, yəni onu müalicə edən həkimin, mütləq ginekoloqun yox, mütləq ağciyərlərinə əlaqədar kimlə müalicə alırsa, nə müalicəsi alırsa, mütləq o həkimin icazəsi olmalıdır, daha sonra hamilə qalmalıdır. Çünki bu vərəm çöpləri nəinki ağciyərdə, bütün orqanlarda ola bilər, həm uşaqlıqda, həm yumurtalıqda, yəni bütün orqanlara yayılmış bir problem ola bilər və mütləq öz mənfi təsirini göstərəcək hamiləliyə. Yəni o çöplər, vərəm çöpləri orqanizmdən bütün təmizləndikdən sonra hamiləlik baş verə bilər və hamiləlik yenə də nəzarət altında olmalıdır. Belə, Səltənət xanım, təşəkkürümü bildirirəm. Gəldiniz. Bugün tamaşaçılarımıza düşünürəm, xanımlarımıza xüsusən də çox böyük dəstək, kömək oldunuz. Təşəkkürlər. Və tamaşaçılarımızı da, bizə qoşulan, suallarını ünvanlayan tamaşaçılarımıza da təşəkkürümü bildirirəm ki, mənimlə bərabər proqramda iştirak etdiniz. Və bir daha xatırladım ki, qonağımız Vital Klinikanın baş həkimi, həkim onkoginekoloq Səltənət Məcidova idi. Belə, hörmətli tamaşaçılarımız, və sonda mən geyimimə görə 8-ci mikrorayonda yerləşən Lady Charm mağazasına təşəkkürümü bildirirəm və sizinlə yenidən görüşmək ümidi ilə sağollaşıram. Sağ olun, salamat qalın.
Vital Klinikada Türkiyənin məşhur estetik cərrahı doktor Nebil Bozdoğan üzdə və bədəndə mürəkkəb estetik əməliyyatlar aparır. Doktor Nebil Bozdoğan çətin və təkrari burun əməliyyatları, üz çuxurlarının pi ilə doldurulması, üz dərisinin dartılması, süd vəzlərinin böyüdülməsi, kiçildilməsi və qaldırılması, bədənin, qolların, ayaqların artıq pi və dərisinin götürülməsi kimi əməliyyatları daha fərqli, daha gözəl həyata keçirir. Qəbuluna əvvəlcədən yazılmaq lazımdır. Vital Klinika, Yeni Yasamal, Dadaş Bünyadzadə 1, İnşaatçılar metrosunun yaxınlığı. Telefonlar 012 437 52 20, 050 312 23 12, 050 377 44 44. Baş, beyin, onurğa xəstəliklərindən, fəqrə arası disk yırtıqlarından, bel, boyun, əl-ayaq ağrılarından və keyləşməsindən əziyyət çəkənlərin nəzərinə Vital Klinikada tanınmış türk uzman neyrocərrahları mikroskopik yolla neyrocərrahiyyə əməliyyatları həyata keçirir. Ağrısız, kəsiksiz aparılan bu mikroskopik əməliyyatlar sizi əzab verici ağrılardan və hərəkət məhdudluğundan bir dəfəlik qurtaracaq. 012 437 52 20. Hadisələr eynidir. Hər kəs xəbər verir.